Rusiyada yaşayan Azərbaycanlı tanınmış iş adamları xeyri aksiyalarını davam etdirirlər. Bu dəfə iş adamı Əlzaman Rəhimov uşaqları sevindirib. Daha ətraflı İqbal Rüstəmovun reportajında. Moskva ətrafı Domodedovo şəhərində Azərbaycan-Rusiya dostluğunun, Azərbaycanın yerli əhali arasında imicinin formalaşması üzrə işlər davam etdirilir. Azərbaycan prezidenti tərəfindən tərəqqi medalı ilə təltif olunan Domodedovo şəhər Azərbaycan Diaspora Təşkilatının sədri Əlzaman Rəhimovun şəhərə bu dəfədəki hədiyyəsi Uşaq Ekologiya Mərkəzi Eko-Dom oldu. Mərkəzin açılış mərasimi isə həm şəhər rəhbərliyi, həm də yerli əhali tərəfindən yüksək qiymətləndirilərək bayram kimi qeyd edildi. Дорогие друзья, я хочу сказать, что С помощью производства коммерческой фирмы Юнай в нашем городе решается очень большая проблема. Это проблема расселения ветхого жилья. Наверное, не каждый район Московской области может похвастаться тем, что они без бюджетных вложений расселяют ветхий фонд. Вот мы можем таким похвастаться, потому что у нас есть фирма Юнай, которая нам помогает. У нас это не одно здание и не один социальный объект, который фирма подарила городу. Açılış və təqdimat mərasimində Günay kampaniyasının rəhbəri Əlzaman Rəhimov gələcəkdə də bu cür hədiyyələrin davam etdiriləcəyini söylədi. Uşaqlar bura şəkil çəkməyə, xora gəlirlər, risavaniyaya gəlirlər. Eyni zamanda bu binanın daxilində iki qrupa desk sad vardır. Tikdiyimiz binaların hamısı bütün infrastruktura обеспечен olunur. Bu il bizim deməli 3 sosial obyekti bezvazmezini biz munisipalitete veririk. Keçən il biz deməli 4-cü məktəbi tikib öz pulumuzla istifadə verib dövlətə vermişik və ondan qabaqki il uşaq bağçasına istifadə vermişik. Qeyd edək ki, Uşaq Ekologiya Mərkəzi ən müasir avadanlıqlarla və tədris üçün lazım olan bütün ləvazimatlarla təmin olunur. Nəzərinizə çatdıraq ki, bundan başqa Rusiyanın əməkdar inşaatçısı Əlzaman Rəhimov öz hesabına Domodedovo şəhərində məktəb, uşaq bağçası tikdirib şəhərə hədiyyə edib. İqbal Rüstəmov, Şahin Cəfərov, İntiraz Moskva.